Salam əzizləyicilər, Abşeron rayon Masazır qəsəbəsindən salamlayırıq. Masazırda 6 nömrəli məktəbə bir 400 metr məsafədə 360 kvadrat 5.2 sotda paket qubcalı, orta təmirli yeni evimiz şəxsi tikili satışa çıxarıldı. Təcili olaraq satışa çıxarılıb əzizləyicilər. Çox gözəl, münasib bir yerdədir. Panorama Duz gölüdür. Maşallah qaya kimi bir evdir, tam qoşa daşdır, kürsülü, paket torpağın da evin də qubcası var. Göstərəcəm, çox gözəl evdir, həyətində beton, bisetkasına kimi hamısı var. Hər iki yola da çıxışı var. Buradan görürsünüz, ev düz Duz gölü panoramadır. Göstərəcəm əzizləyicilər, baş ağrı olmasın, tez bir şəkildə çəkiliş eləyim ki, sizə də xahiş olunur ki, real deməli, kanala abunə olub bəyənib paylaşasınız. Şəxsi tikili, bax belə bir gözəl, İki tərəfə yolu olan bu yol çıxır 6 nömrəli məktəbə. Buradan bir 400 metr məsafəsi var məktəbə, 569 sayılı məktəbə. İki tərəfə yolu var. Buradan da yol var, aşağı düşür bu küçəyə. Bu hissədə Cantəpədir. Bu hissə Cantəpədir əzizləyicilər. Belə bir gözəl şəxsi tikili evimiz 360 kvadrat əzizləyicilər. 5.2 sotda, deməli 5.2 sotda 10 otaqlı, 10 otaqlı, bir 10 belə deyək, 3 mərtəbəli evdir. 3 mərtəbəli evdir, evin hər tərəfinə də keçmək olur və obyekti də var. Yola baxan obyekti var. Orada göstərdim isə bu küçədə. Ora baxan obyekt də var. 10 metrənin 4 metrə obyektə düzəlib, oradan bir dənə çıxış açmaq lazımdır. Həyətini də görürsünüz. Bax, bu bisetkadan o tərəfə 2.6-dır. Bisetkadan bu tərəfə 2.6 torpaq sahəsidir. Elə 10-11 daş kürsülüdür. Bax, belə bir gözəl modeldə evimizdir. Qaya kimi. İçi şpaplyovkadadır. Bütün santexnik, elektrik, hamısı işi görülübdür əzizləyicilər. Hamısı işi görülübdür. Əsas həyəti sizə göstərim. Tam paket qubcadır. Görürsünüz bu həyətdəki beton bisetkanı görürsünüz. Deməli, birinci mərtəbəyə düşən qapı oradır. Həyətində də burada bisetkasıdır, belə bir gözəl bisetkası var. Hər dəqiqə belə evlər satışa çıxarılmır, torpaq sahəsidir, ağacı. Bax, dediyim o obyekt əzizləyicilər, o obyekti. Baxın, bu obyektdir bura. Yola, oradan o tərəfdən qapı açsan, obyekti 10 metrənin 4 metrəyə. Həm istəsəz əldamı kimi də istifadə edə bilərsiniz. Həyətdə hamam tualet kimi, həm sklat kimi, obyekt kimi istifadə edə bilərsiniz. Bu da evin hər tərəfdən görünüşünü göstərim. Çox gözəl panoramalı şüşəli. Balkon da üst tərəfi ora düz Duz gölünə baxır. Çox gözəl evdir. Gözəl qiymətə, təcil olaraq satılır. Əzizləyicilər, 200 minlik evdir, amma 155 min manata satışa çıxarılıb. 155 min manata satışa çıxarılıb. Keçək əzizləyicilər, birinci mərtəbəndə göstərim sizə qısa şəkildə. Video çox uzanmasın, siz də rahat baxasınız, amma maşallah böyük evdir, üzüllü sayın. Çəkiliş etdikcə hamısını göstərmək istəyirsən, amma video uzanır. Siz də xahiş olur, kanala abunə olub bəyənib paylaşarsınız. Görürsünüz birinci mərtəbəni. Bax, bura monolit betondur bu hissə. Birinci mərtəbə ilə ikinin arası monolit betondur. Baxın əzizləyicilər, bura birinci mərtəbədir. Burada bu ikinci otaq. Görürsünüz neçə santlıq beton tökülüb bura. İstilik sistemi kombisinə kimi hamısı çəkilib. Bax, bura bir otaq, çox sərindir. Yəni zirzəmi kimi deyil də, bura yaşayış üçün nəzərdə tutulub. Görürsünüz, paduqasına kimi vurubdur. Bir dənə divar kağızı vurulacaq evlərdə. Yerə laminat vurulacaq. Divar kağızı vuruldu, hazırdır. Yəni patologuna kimi hamısı işlənilib. Birinci mərtəbədə 3 otaqdır. Gördüyünüz kimi indi işıq yoxdur. Hər mərtəbəsi 120 kvadratdır. 360 kvadrat yeri. Bu gördüyünüz birinci mərtəbə 120 kvadratdır. İkinci mərtəbə də 120 kvadratdır. Hər mərtəbəsi əzizləyicilər 120 kvadratdır. 10-11 daş, belə deyək. Elə buradan, bu evdən, elə bu hissədən elə 10 daş yuxarıdır. Hələ aşağı da birinci mərtəbədən yuxarı elə. Bir 15 daş kürsülüddə deyək evqa. Deməli, həyətini də tam buradan da yenə göstərim. Əsas yuxarıdan daha qəşəng görünür Duz gölü panoraması. Görürsünüz koridor enliyini. Elə bir 2 metrə yaxın koridor enliyi var. Girən kimi sağda mətbəxdir.
Bu mərtəbədə 120 kvadratdır. Görürsünüz, hamısı işlənilib. Bir dənə şpaplovkası qalıb. Emulsiyası qalıb. Divarların da divar kağızı, istilik sistemi kombidir. Santexnik elektrik işləri görülübdür. Burada da bir otağı var. Aşağıda ümumi 10 otaqdır. Ümumi 10 otaqdır. Burada hamam tualetidir. Belə bir geniş hamam tualeti var. Görürsünüz, monolit beton. Qonaq otağına baxın. 100 maşallah stadion. Qonaq otağına bax. Çox geniş, çox böyük. Bütün elektrik işləridir. Hamısı santexnik işlər. Görürsünüz, yerdə turbaları, kombi sistemidir. Hamısı çəkilibdir. Deməli əzizləyicilər, 10 otaqlı, 360 kvadrat, monolit beton, şəxsi tikili, 5.2 sotda torpaq sahəsi olan Abşeron rayon Masazır qəsəbəsi 6 nömrəli məktəb Yoncalıq da deyilir. 6 nömrəli məktəbin üzbəyiz küçə 569 sayılı marşrut. Oraya yaxın məsafədə. Bir tərəfi də Cantəpəyə də yaxın düşür bu hissədən. Hər mərtəbədə hamam tualet. Hər mərtəbədə hamam tualet. Otaqların böyüklüyünə baxın. Maşallah. Bizə hər işlər görülüb. İşıq, gizli, pərdə, hamısı işləri görülüb. Bu da ikinci mərtəbədə, bəli, üçüncü otaq. Üçüncü mərtəbədə, daha dəqiq desək, üçüncü mərtəbədə, üçüncü otaq, üçüncü mərtəbədə, dördüncü otaq. Qiymət 155.000 manat. Nömrəmiz WhatsApp zəng eynidir. 050 473 45 09. Başqa evlərimiz də var. Şəxsi tikili makler evi, nəqd və kreditlə, daxili kreditlə, təmirli və təmirsiz ipoteka yararlı satışa torpaqlarımız var. Masazır Saray Novxanə ərazilərində satışa baxırıq. Satılası Masazır Saray Novxanə ərazisində əmlakınız varsa, müraciət eləyə bilərsiniz. Nömrəni də dedim, səhifəyə daxil olub evlərimizə də baxa bilərsiniz. Xahiş olunur, like düyməsinə toxunun, abunə olun və bəyənin ki, biz də evləri satışa çıxardaq, düşmə, təcili olaraq satılan nəqd və kreditlə həyət evlərimizi, bina evlərimizi sizə təqdim eləyə bilək. Hər işdə birimizə dəstək olmalıyıq. Allah sizə dəstək olsun. Yaxşı işlərdə birimizə dəstək olmalıyıq. Biz də şükür Allah ev kimlərsə, ev tikirik kimlərsə, ev təqdim edirik. Ev olmayanlara Allah ev qismət eləsin. Yenə təkrar edirəm. 360 kvadrat, 3 mərtəbə, monolit beton, şəxsi tikili, orta təmirli, 5.2 sotda evimiz 155.000 manat. Təcili 200.000-dən endirildi 155.000 manata. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun. Allah sizi qorusun. Balkona çıxan qapı da bu qapıdır. Allah'a emanet olun.